Bir gün İslamın böyük alimi, 4 məzhəb imamlarından biri Malik ibn Ənəs İmam Cəfər Sadiqin yanına gəlir. İmam Cəfər Sadiq onu görəndə ayağa qalxır, hər ikisi hörmət və ehtiramla bir-biri ilə görüşür və İmam Cəfər Sadiq dərhal bir yastıq gətirir və onu Malikin altına döşəyir. Əziz qonağı belə bir xüsusi hörmət və ehtiramla qarşılayır. İmam Malik deyir ki, İmam Cəfər Sadiq ona əziz övladı kimi hörmət və məhəbbət göstərirdi. İmam qonağına dedi, Malik, mən səni çox istəyirəm. Malik bu sözlərdən sevindi, Allaha bu sevgiyə görə şükr etdi. İmam Malik deyir, mən hər dəfə İmam Cəfər Sadiqin huzuruna gələn zaman o mənə belə bir münasibət bəsləyirdi. Bax, böyük insanların belə davranışları bizim üçün